Həqiqətən də kəlmələr o qədər möhtəşəmdir, o qədər möhtəşəmdir ki, görün Rəbb burada nə deyir? Baxın bu fariseylər koru elə bil ki, sıxıblar bir küncə ki, de görüm, sən İsa haqqında nə fikirləşirsən? Və o deyir: Allahın günahkarlara qulaq asmadığını bilirik. Lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. Görün, mömin olub Allahın iradəsinə əməl edən insana Allah qulaq asır. Yəni ki, bizim qurduğumuz həqiqət Rəbbin iradəsinə uyğun deyilsə, deməli biz də hələ ki günahdan azad olmamışıq. Bəzən biz təbliğlərə gedirik, bəzən biz kiməsə əl uzadırıq, bəzən biz kimlərəsə kömək eləmək, can atırıq, özümüzdən keçirik, aləmizdən keçirik. Amma bunu bizə Rəbb dedimi? Bunda Rəbbin iradəsi varmı? Biz soruşmuruq. Biz öz qürurumuzu yedizdiririk. Çünki qabağımızdakı olan insana özümüzün yaxşı olmağını göstərmək istəyirik. Mən mömin olduğumu göstərmək istəyirəm. Amma bunda Rəbbin iradəsi yoxdursa, elədiyimiz hər bir şey boşdur və bizə 10 qatına ziyan gətirəcəkdir. Onlar o adama cavab verir. Fariseylər, yəni ki, o kora deyir: Başdan ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən? Çünki onlar Rəbbin həqiqətin qarşısında aciz qaldılar. Rəbbin həqiqətinə cavab verə bilmədilər. Çünki Rəbbin həqiqəti deyildikdə artıq nöqtə qoyulur. Orada vergül yoxdur. Orada həmişə nöqtə var. Və onlar bu həqiqətə cavab verə bilmədikdə onlar ittihama başladı. Və inanın, hansı ki insanlar Rəbbin həqiqətində yaşamır, Rəbbin iradəsində yaşamır, özləri üçün bir həqiqət qurub, o həqiqətdə özlərinin bir dünyasını qururlar, onlar heç vaxt sizə cavab verə bilməyəcəklər və ittihama başlayacaqlar və başlayacaqlar sizi ittiham eləməyə. İşte sən beləsən, sən eləsən, sən günahkarsan, sən mənəmi ağıl öyrədəcəksən, sən özün neynəmsən ki, sən özün güya ki Rəbbimə qulluq eləyirsən, sən özün güya ki Rəbbinə mi yaşayırsan, sən özün güya ki kəlamımı oxuyursan, amma mən təbliğ eləyirəm, mən kəlam oxuyuram, mən Rəbblə danışıram. İttiham heç vaxt Rəbdən deyil. İttiham iblisdəndir. Bunu yadınızda saxlayın. Sonra onda onu bayıra atdılar. Çünki Rəbbin iradəsinin qarşısında onlar aciz qaldılar və bilmədilər neynəsinlər. Birinci ittiham elədilər və sonra öz cəmiyyətlərindən qovdular. Yəni ki, onlar qurduğu dünyanı sən dağıda bilməyəsən deyənə. Görün, o adamı bayıra atdıqlarını İsa eşitdi və onu taparaq dedi: Sən bəşər oğluna iman edirsənmi? O soruşdu: Ağa, o kimdir ki, ona iman edim? İsa ona dedi: İndi gördüyün və səninlə danışan adam odur. O da, ya Rəbb, iman edirəm dedi və İsa'ya səcdə etdi. Görün, Rəbb hər zaman, inanın, Rəbb hər zaman bizim həyatımıza gəlib, hər zaman bizim məhəbbətində ifşa edəcəkdir. Göstərəcəkdir ki, biz özümüz üçün qurduğumuz bir həqiqət Rəbbin iradəsinə uyğun deyilsə, o səni uçuruma aparacaq. Və həmişə sənə şans verir ki, sən o uçurumdan geri qayıdasan. Rəbbin iradəsindən yapışasan. Rəbbin həqiqətindən yapışasan. Özün üçün qurduğun, qürura uyğun həqiqətin, sənin mənfiyyəti quran həqiqətin səni uçuruma aparacaqdır.
Və bu kör, min şükürlər olsun ki, o bunu başa düşdü və o günahından geri dönərək, o uçurumdan geri dönərək, o Rəbbin qarşısında səcdə qılaraq öz günahını etiraf elədi. Və Rəbb ona dedi, İsa dedi, mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlər isə kör olsun. Bəzən mən görürəm, yəni ki, mən möminəm, mən təmizəm, mən Rəbblə danışıram, mən Rəbb üçün yaşayıram, mən Rəbbə dua eləyirəm hər zaman, mənim dualarım qəbul olunur, mən təbliğ eləyirəm, kalam əlimdən düşmür deyənlər elə ən böyük kördülər. Çünki dedikləri və yaşadıkları bir özləri üçün qurduğu dünyaları Rəbbin iradəsi tərəfindən idarə olunmur. İblis tərəfindən idarə olunur. Və onlar o yalan içində batdıqca batırlar. Görürsünüz, Rəbb deyir ki, biz körüdük, biz hər birimiz körüdük. Biz hər birimiz bu dünyanın şöhrəti ilə, bu dünyanın var dövləti ilə, bu dünyanın yalanı ilə körüdük. Və Rəbb bizə şans verdi. Və biz Rəbbin qarşısında səcdə qılaraq öz körlüğümüzü etiraf elədik və Rəbb bizim gözlərimizi açdı. Öz həqiqətin nə olduğunu göstərdi. Öz iradəsini nə olduğunu göstərdi. Amma ürəyini kör saxlayanlar, amma özlərini görən kimi hər kəsə göstərənlər, elə əslində onlar kör olaraq qaldılar. Çünki onlar Rəbbin iradəsinə uyğun yaşamaq istəmədilər. Çünki onlar Rəbbin həqiqətini qəbul eləmək istəmədilər. Özləri üçün qurduğu bir dünyada yaşayırlar və o dünya yalan içində batır, böhtan içində batır və hər kəsi o böhtana və o yalana inandırmaq istəyi ilə yaşayırlar və batdıqca batırlar. Çox təəssüflər olsun ki, dua eləyirəm ki, ya Rəbbim, qoy hər birimizin kör qaldığımız sahələr varsa, ya Rəbbim, orada da biz sənin hüzuruna gəlib səcdə qılırıq. Körlüğümüzü sənin çarmıxın altına atırıq və səndən istəyib səndən deyirik ki, kör qaldığımız sahələri, ya Rəbbim, orada bizi dirilt, orada bizim gözlərimizi aç, ürəyimizi aç ki, biz harada səhv elədiyimizi görə bilək, harada düz yaşamadığımızı görə bilək və bizə kömək elə ki, ya Rəbbim, biz düzgün istiqamətə yönələk, sənin iradəndən yapışaq, sənin həqiqətindən yapışaq, ya Rəbbim, və o çuxurlardan, o uçuramlardan çıxa bilək və o qaranlıqlardan azad ola bilək ki, sənin işığında yaşamaq üçün. Həqiqətən də Rəblə yaşamaq nə gözəldir, Rəblə yaşamaq nə gözəldir. Rəbbin kəlamında həzm olmaq nə gözəldir. Və Rəbbin kəlamı, həmişə bu sözü deyirik, həyat verəndir və həqiqətən də Rəbbin kəlamında o qədər böyük bir şeylər gizlənib ki, hər dəfə oxuduqca Rəbb o kəlamı bir yeni tərəfdən açır və görün nə gözəl deyir. Deyir, buna görə sizə deyirəm ki, nə yeyəcək və ya nə içəcəyik deyə canınız üçün, nə giyinəcəyik deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Həqiqətən də insanın canı nə yeməkdən, nə içməkdən, nə də geyinməkdən asılı deyil. Can dedikdə biz ruhumuzu burada Rəbb göstərir ki, bizim ruhumuz bunun heç birindən asılı olan bir şey deyil. Qəşəng geyindikdə, qəşəng yeyib içdikdə bizim ruhumuz bununla böyümür.
Bizim ruhumuz bununla qidalanmır. Bizim ruhumuz bununla Rəblə birləşmir. Və yaxud da gözəl geyindikdə bizim ruhumuz gözəlləşmir. Bizim ruhumuz Rəblə birləşdikdə, ona bənzədiyimizdə gözəlləşməyə başlayır. Geyinməkdə deyil. Ona görə də, baxın, Rəbb burada bizə göstərir ki, qəşəng geyinməklə biz ruhən qəşəng ola bilmərik. Yaxşı yeyib içməklə biz ruhən gözəlləşə bilmərik. O, belə bir söz var, deyir, şirindir, şirindir, şirindir deməklə insanın ağzı şirin olmur. Baxın, eynən biz bərbəzəkli geyinə bilərik. Gözəl özümüzü bir başqalarının yanında özümüzü apara bilərik. Xanım xatın kimi oturub dura bilərik. Amma bu bizim ruhumuzun gözəlliyindən danışılmır. İnanın, bu bizim ruhumuzun gözəlliyini göstərmir. Məhz imanlıların arasında o qədər gözəl aktyorlar və aktrisalar var ki, onlar çox gözəl özlərini kənardan göstərə bilirlər. Gözəl geyimləri, keçimləri, danışıqları, oturuşları, duruşları, amma daxilən ruhən çox yoxsuldurlar. Çox təəssüflər olsun, amma biz bunu yaşa dolduqca biz bunu müşahidə edirik. Və görün, sonra deyir, göydə uçan quşlara baxın. Onlar nə əkir, nə biçir, nə də ambarlarda saxlayır. Amma səmavi atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Görün, Rəbb bizə burada göstərir ki, həqiqətən də, baxın, quşlar heç nəyin davasını aparmırlar. Bir-birlərinə paxıllıq eləmirlər. Sən qəşəng geyindin, mən pis geyindim. Səni Rəbb daha gözəl yaratdı, məni səndən nisbətən eybəcər yaratdı. Sənin dimdiyin uzundur, mənim dimdiyim qısadır. Və yaxud sən meşədə yaşayırsan, mən ağacda yaşayıram. Bilirsiniz, onların bir funksiyası var. Uçmaq və bala dünya gətirmək. Çox üzr istəyirəm bu ifadəmə görə. Və salam. Onlar bir heç nəyin qayğısını çəkmirlər. Tapdığını yeyirlər. Rəbb onlara yetirdiyini yeyirlər. Öz balalarını dünyaya gətirirlər. Onları becərirlər. Onları böyüdürlər və həyat prosesi eynən təkrar olunur. Baxın, bizə bununla Rəbb göstərir ki, biz bu quşlardan Rəbb üçün qat-qat daha üstünük. Və gəlin bir-birimizə baxıb, bir-birimizlə mübahisə eləməyək. Bir-birimizin nəyinisə üstün, nəyinisə əksik saymayaq. Rəbbin qarşısında biz hamımız eyniyik. Rəbbin qarşısında biz Rəbb üçün esmirə olaraq, iradə olaraq görsənmirik. Biz Rəbbin qarşısında İsa Məsihin qanıyla örtülmüş bir evlad olaraq qarşısına gəlirik. Biz İsa Məsihin qanına örtülmüş bir evladlar olaraq Rəbbin gözünün qarşısında dayanırıq. Mənim gözüm qəşəngdir, sənin burnun qəşəngdir, sənin dodağın qəşəngdir, mənim qulağım eybəcərdir deyənə deyil. Rəbb və yaxud da kimsə qəşəng dua elədi və yaxud da kimsə qəşəng dua eləyə bilmədi. Kimsə qəşəng danışdı, kimsə qəşəng danışa bilmədi. Kimsə xanım xatındır, kimsə xanım xatın ola bilmir, kobuddur. Rəbb bunlarla bizi müqayisə eləmir. Rəbb bizim ruhumuzla bizi müqayisə eləyir. Biz ruhən ona nə qədər bağlı olduğumuzla, onunla bizi tanıyır. Nə qədər bizim ürəyimiz ona bağlıdır, nə qədər bizim ruhumuz ondan qidalanır. Sonra Rəbb görün nə deyir? Hansı biriniz qayğı çəkməklə ömrünün bir anlıq belə uzada bilər? Biz başımızın tükünü belə uzada bilmirik. Biz dırnağımızı belə uzada bilmirik.
Mən təbii yolla deyirəm, yəni ki, qeyri-təbii bir yolu demirəm. Biz bilirik ki, indi dırnaq kleyləri qoyub dırnaqları da uzatmaq olur. Yəni ki, mən təbii yolla deyirəm. Kim öz boyunu uzada bilir? Kim ömrünü uzada bilir? Heç kim. Biz hər birimiz, həyatımızın hər bir anı Rəbbə bağlıdır. Rəbbin bizə yazdığına bağlıdır. Və qayğı çəkdiyimizdə və yaxud kiminsə paxıllığını çəkdiyimizdə, kiməsə paxıllıq etdiyimizdə və yaxud kimisə özümüzdən üstün və yaxud kimisə özümüzdən əksik saydığımızda, inanın, bununla bizim ömrümüz nə uzanır, amma qısalır. Çünki özümüz öz ömrümüzü bu cür şeylərlə Rəbdən uzaqlaşaraq qısaldırıq. Rəbb bizə firavan yaşamaq üçün, gözəl həyat sürmək üçün, məhəbbətlə dolu bir həyat sürmək üçün hər şeyi vermişdir. Və ona görə də o deyir ki, heç nəyin qayğısını çəkməyin. Verin mənim əllərimə və rahat mənə həmd edərək yaşayın. Görün, sonra nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün, çöl zambaqları necə böyüyür. Onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə bunlardan biri kimi geyinməmişdir. Ey imanı az olanlar, bugün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyini daha da yaqin deyilmi? Bəzən həqiqətən də biz, baxın, Rəbbin kəlamlarını bir kənara qoyaraq, nəyinsə qayğısını Rəbdən daha üstün qoyuruq. Və bunun üçün də biz məhz o sahədə firavanlıq, xoşbəxtlik, rahatçılıq tapa bilmirik. Nə yeyəcəyik, nə içəcəyik və ya nə geyinəcəyik deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Görürsünüzmü? Rəbb qayğı çəkən hər kəsi bütpərəstlərə tay tutur. Deyir, siz bütpərəstsiz. O geyim, o keçim, yeməyiniz, içməyiniz, kiməsə paxıllıq eləməyiniz, deməli məndən sizin üçün daha üstündür. Və ona görə də siz mənim evladım ola bilməzsiniz. Siz bütpərəstsiz. Siz o dünyavi şeylərə Rəbb olaraq səcdə qılırsınız. Bu tək geyimdən, keçimdən, yeyib içməkdən deyil. Hər bir şeydəndir. İnanın, elə insanlar var ki, kiminsə evinə paxıllıq çəkir, kiminsə nə bilim paltarına paxıllıq çəkir, kiminsə işinə paxıllıq çəkir. Onun bu işi var, mənim yoxdur. Amma mən ondan daha ağıllıyam, mən ondan daha bacarıqlıyam deyə. Bunlar hamısı bizi uçuruma aparan bir qayğıdır. Bunlar hamısı bizi Rəbdən uzaqlaşdıran bir şeylərdir. Hər şeyin öz vaxtı vardır. Hər şeyi öz vaxtında Rəbb bizə yetirəcəkdir. İnanın, gözəl işi də, gözəl evi də, gözəl geyimi də, gözəl yeyib içməyi də. Sadəcə Rəbb bizim bu şeylərə böyüməyimizi istəyir. O istəyir ki, bu cür şeylər bizim üzərimizdə hökm sürməsin. Qoy biz bu dünyavi şeylərdən üstün olaq. Necə Rəbb deyir, siz bu dünyadan deyilsiniz. Siz bu dünyada yaşayırsınız, amma siz bu dünyadan deyilsiniz. Qoy bu dünyada olan bir şeylər sizin üstünüzdə hökm sürməsin. Hökm sürdükdə artıq biz onların qayğısını çəkməyə başlayırıq və Rəbbi bir kənara qoyub, Rəbbi unuduruq. Rəbbin bizə verdiyi vədlərini unuduruq. Ona görə də siz əvvəlcə
Allahın padşahlığını və onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olunacaqdır. Baxın, nöqtəsini Rəbb qoydu. Hər şeydən əvvəl Rəbbi axtarın. Rəbbin padşahlığını axtarın. Rəbbin səsini axtarın. Rəbbin sözünü axtarın. Rəbbin sizə qulağına pıçıldamağını axtarın. O sizə yönəldən yolunu axtarın. Onun həqiqətini axtarın. Qalan hər şeyi, inanın, hər şeyi Rəbb sizə yetirəcəkdir. Heç nəyin qayğısını çəkmədən, siz fikirləşmədən daha öncə Rəbb sizin önünüzə qoyacaqdır. Sizin ehtiyacınız olan bir şeyləri. Min şükür olsun Rəbbin varlığına. Qoy bütün qayğılarımız, qoy bütün ehtiyaclarımız, hamısını ya Rəbbim sənin ayağın altına qoyuruq. Və biz nə üçün böyümüşüksə, onu bizə ver. İndi bizim həqiqətdə nəyə ehtiyacımız varsa, o ehtiyacımızı sən ödə, ata. Biz bütün qayğıları sənə veririk. Biz heç nəyin qayğısını çəkmək istəmirik. Biz yalnız sənin məhəbbətinlə dolmaq istəyirik. Sənin hüzurunla dolmaq istəyirik. Sənin, ya Rəbbim, dizinin üstünə öz başımızı qoyub, sənin sığalına ehtiyacımız vardır. Başqa heç nəyə ehtiyacımız yoxdur. Sənə hər şey üçün minnətdarıq, ya Rəbbim. Amin, amin, amin.